Mövzumuz cadu, lənət və gözdəymə fenomenləridir. Həyatınızda heç elə bir an olubmu ki, hər şey sanki gözə görünməz bir divara çırpılıb dayanıb? Yəni, səhhətinizdə yaranan və həkimlərin heç cür diaqnoz qoya bilmədiyi qəribə problemlər ola bilər, iş yerində ard-arda gələn səbəbsiz uğursuzluqlar, Ya da özünüzü sanki bitmək bilməyən bir qara zolaqda hiss etdiyiniz dövrlər. adətən belə olanda, hətta ən rasional, əlində ən son model smartfonu olan və ancaq elmin gücünə inanan müasir insan belə bir anlıq dayanır və düşünür ki, bəlkə mənə kimsə nəsə edib, bəlkə bu, necə deyərlər, gözdəymədir. Və çox vaxt məhz bu nöqtədə insanlar elm və məntiqi bir kənara qoymağa meyilli olurlar. Yəni ənənəvi, bəzən də o qorxulu mistikaya üz tuturlar. Niyə? Çünki əlimizdəki rasional alətlər, yəni tibb, psixologiya, məntiq, Onlar hər zaman kömək etmir. Elə isə bugünkü dərin təhlilimizə xoş gəlmisiniz. Əgər siz də bəzən hər şeyi düzgün etdiyinizə baxmayaraq belə izah olunmaz maneələrlə rastlaşdığınızı hiss etmisinizsə, bugün danışacaqlarımız tam sizin üçündür. Bəli, çünki bugün fərqli bir şey edəcəyik. Sizə yalvarıram. Nəyi? Sizə yalvarıram. Nəyi? Elə eləyin ki, o mənim olsun. Ay qız, bir dayanın, bir dayanın, bir özünüzə gəldin. Axı mən cadugar deyiləm. Mən təmiz, mütərəqqi fikirli falçıyam. Mən kompüterlə fala baxıram sizin, mən cadugar deyiləm.